Allah Teala Bəqərə surəsinin 183-cü ayəsində buyurur: Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amanu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum leallekum tettekun. Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc vacib olduğu kimi sizə də vacib oldu. Bəlkə təqvalı olasınız. Ramazan ayı Allahın ziyafət, rəhmət və hidayət ayıdır. Allah Teala bu ayda öz geniş ziyafət süfrəsini açıb və insanları bu geniş ziyafət süfrəsindən faydalanmağa dəvət edir. Əziz rəhbərimiz buyurur, bəziləri var ki, bu ilahi süfrənin kənarından keçirlər, fikirləri başqa yerdə olduqları üçün Allahın bu geniş ziyafət süfrəsini görmürlər. Ramazan ayı necə gəldi getdi, xəbərləri olmur. Bəziləri də var ki, Allahın bu ziyafət süfrəsini görürlər, amma başları o qədər qarışıqdır ki, vaxtları yoxdur. Allahın bu ziyafət süfrəsinin kənarında oturalar. Öz şəhvətlərinin, öz dünyalarının ardıncadırlar. Bir dəstə insan da var ki, Allahın bu geniş ziyafət süfrəsini görürlər və onun qədrində bilirlər. Amma özlərini qane etdikləri üçün bu geniş süfrənin kənarında oturub bir loxma götürməklə gedirlər. Allahın bu ziyafət süfrəsinin kənarında çox oturmurlar. Çoxları belədir. Əziz rəhbərimiz ardınca buyurur, hər nə qədər bacarırıq Allahın bu geniş ziyafət süfrəsindən faydalanaq. Bu faydalanmaq insanı əsl hədəfə çatdırır. Allahın müxlis və mömin bəndələri belədir. Sübh namazından 2-3 saat qabaq durub Allahla razı niyaz edib ağlayarlar. Deyilən bu ziyafət süfrəsi qılınan namazlardır, nafilələrdir, tutulan oruclardır, oxunan Qurandır və s.